Niyə bəzi insanlar danışmadan səni yorur? Heç düşünmüsənmi? Bu xarakter məsələsi deyil. Bu pis enerji də deyil. Bu çoxlarının düşündüyü kimi mistik bir hücum da deyil. Bu ritm, sahə və daxili mexanizmlərin toqquşmasıdır. Gəlin indi izah edeyim. İnsan bədəni sadəcə ət və sümükdən ibarət bir sistem deyil. Hər insanın daxili gərginlik səviyyəsi var və bu səviyyə daim ətrafa yayılır. Bəziləri özünü saxlayır, fikrini udur, emosiyasını sıxır. Daxildə daim nə edim sualı ilə yaşayır. Bu zaman yanınızdakı o insan danışmasa belə, onun içindəki baskı sizi ötürülür. Bəzən sənin daxilin bunu belə hiss edir. Özlüyündə fikirləşirsən, heç nə danışmadı, amma nəsə məni sanki sıxdı. Çünki bilməli olduğum bir nüans var. Onun sözləri danışmasa da, bədəni və enerjisi səninlə danışmış olur. İnsan beyni təkcə öz daxili vəziyyətinə deyil, ətrafdakı insanların da tarazlığını qorumağa çalışır. Bu avtomatik bir mexanizmdir. Əgər qarşındakı insan daxildən narahatdırsa, ritmi qarışıqdırsa, içində həll olunmamış gərginlikləri varsa, sənin sistemin bunu hiss eləyir və kompensasiya eləməyə çalışır. Yəni sən fərqində olmadan onu rahatlatmağa çalışırsan, boşluğu doldurursan, tarazlığı üzərinə götürürsən. Bu isə səndə enerji etkisi yaradır. Çox bilinən bir yanlış var. Yorucu insanlar səndən enerjini almır, sənin rejimini dəyişməyə məcbur edir. Onların əksəriyyəti sənin enerjini çəkib almır. Sadəcə səni öz ritmlərinə uyğunlaşmağa məcbur edirlər. Səni onlar kimi yaşamağa məcbur edirlər. Bu isə öz növbəsində sənin nəfəsinin dəyişməsinə, diqqətinin dağılmasına, bədəninin sıxılmasına gətirib çıxarır. Bədən rejim dəyişəndə enerji xərcləyir və bu da səni yorur. Bəs nə üçün ən çox empatik insanlar yorulur? Çünki bu tip insanlar dərhal acını hiss eləyirlər, yorğunluğu hiss eləyirlər, dərhal uyğunlaşırlar, dərhal boşluğu doldururlar. Onlar bunu şüurlu eləmirlər. Bu onların təhlükəsizlik mexanizmidir. Keçmişdə sakit qalmaq üçün uyğunlaşmalı olublar. Kimsə onlara dəyib dolaşmasın deyə enerjiləri hər kəsə uyğunlaşmağa çalışır. Məhz bu səbəbdən bəzi insanlar mən insanları sevirəm, amma tez yoruluram deyir. Bəs niyə bəzi insanlarla saatlarla otururuq, amma yorulmuruq? Çünki orada ritm uyğundur, daxili gərginlik yoxdur. Hər kəs öz yükünü, öz məsuliyyətini daşıyır. Sistem başa düşür ki, qarşıdakı oturan həmin şəxs öz məsuliyyətini daşıyır və öz yükünü çəkir. Belə olanda sənin sistemin istirahət rejiminə keçir və enerji avtomatik olaraq artır. Hər enerjidən təsirlənmən sənin problemin deyil, sadəcə həssaslığındır. Bu yorğunluğu isə zəiflik deyil. Sadəcə olaraq incə ayarlamalarla bunu düzəltmək lazımdır. İndiyə qədər sənə deməyiblər ki, hər kəsin yükünü daşımaq sənin işin deyil. Hər tarazlığı düzəltməyə borclu deyilsən. Bəzən sadəcə orada olmağın kifayət eləyir. Hər kəsə can yandırmağa məcbur deyilsən, empatik olmağa məcbur deyilsən. Hər kəsin yükünü sən daşımalı deyilsən. Bunu anlayan insan sərhəd qoymağa başlayır. Nəfəsini dəyişmir, öz mərkəzində qalır. Hər kəsin dərdinə şərik olmağa çalışmır. Hər kəsin yükünü qəbullanmağa, sırtlamağa çalışmır. Və o möcüzə baş verir. Eyni insan, eyni insanların əhatəsində artıq əvvəlki qədər yorulmur.